Biz parkistozla biz doğuluruq. Necə doğuluruq? Qız uşağı aybaşı olur 13-14 yaşında. Normalde 12-13'dür də. Şu 14'ü keçir, 15'i keçirsə valideynlər narahat olmalıdır. Bu uşağı yoxlatdırmalıdır. Əgər aybaşı müəyyən müddət gecikə gedirsə, o bu parkistoza gedir. Adam var deyir, mən 17 yaşında aybaşı olmuşam, 16, o gecikmişdir də, elə düzgün deyil. Sonra əgər yumurtağı, misal üçün, qız uşaq keçdi perxatma vəzirüstü, aybaşı gördü, azaldı, çoxaldı, gəldi, dayandı, yenə aylarla olmadı, onda da ikincili parkistik vəziyyət yarana bilər. Ona görə o ayda hər ay müntəzəm olmağa diqqət eləmək lazımdır. Parkistozun ən gözəl dərmanı nədir? Şirniyyatdan, xəmirlərdən uzaq durub, kökəlməmək, kökəlirsə arıqlamağa, hər ay 1 kilo, 2 kilo çəki verib metabolizmanı sürətləndirmək, yuxu rejimi normal, abur-cubur yeməmək, həqiqətən. Onlar hamısı təsir edir. Az üstünə gəlir, görürsən.